Sağlaşırsa da çox sağ olun deyirəm. Mənim olsun. Şiir yazın. Allah'ın qələminə gizləyirsin. Allah təbii şəhidlərimizə rəhmət eləsin. Teşekkürler. Ben isterdim ki, Təmir Yumruq Alfağa Cəmiyyətinin sədri İlbiyə Həsədov'un davet edeyim. Ona mən qonaqları sağlamasın. Buyur. İlk önce her birinize hoş geldiniz diyelim. Ve Günaylı Ana'nın açık haberi her birinizi sarsıldı. Çünkü o ananın dağı sinesinde anüstü gözünden almıştı. Ve öz cəmiyyətin adından Günaylı Ana'nın olmalarına başlanılıydı. Onun bazılarına başlanılıydı. Ve hemen bir tane şiir geldi. Onun balasının dilindən yazmaq üçün. Dağıl ay dünya, dağıl, anamın əlindən almışsan. Sinəsində bana dağıl, yaralı bir can almışsan. Balasının haqqı qaldı, ürəyinin dağı qaldı. Bu dünyada tək yanlısı şəhid oldu, vətən qaldı. Ana baladan doymadı. Bana anadan doymadı, gözlerinden yaşlar aktı, yüreğimde sözü kaldı. Dağıl, ay dünya dağıl. Ömrümüzü heder ettin, servetinle, dövletinle bizi bəxtə pişman ettin. Gün görmedik, zulüm gördük, köle tek zərbələr gördük. Ömrümüzü heder ettin, servetinle, dövletinle bizi bəxtə pişman ettin. Gün görmedik, zulüm gördük, köle tek zərbələr gördük. Sürünerek ömür sürdük, son menzili keten oldu. Dünya bize haram oldu, dağıl ay dünya, dağıl sen, senden yalnız ağrı gördük. Bağrı dolu buhar gördük. Bəli, bizim analarımızın sinəsi darladı. Ancaq biz istəməzdik ki, bir daha Azərbaycanda müharibə olsun, anaların gözü yaşlı qalsın, balalar yetim qalsın. Bu gündən sonra dünyamıza sülh, əmin-amanlıq bilsin. Azərbaycan torpağında heç bir ana qalmasın. Heç bir dünyada analar ağlamasın. Allah bu dünyanın, bu ölkənin sülh-sevər xalqıyla bütün dünyanın sülhə dəvət eləsin. Və biz bilirik ki, dünyadan bizim zamanlarımız da, körpələrimiz də, akıllarımız da, analarımız da köçür. Allah hər birinin məkanını cənnət eləsin, Allah günahlarını bağışlasın və hər birimizin günahlarımızı bağışlasın. Ancaq bizim bir anamızın da dünən doğum günüydü. O da bir şəhidin yadigarıdır bizə. Biz o anıya o qədər bağlıyıq. Nəyin bu anıya? Bütün anaları çox sevirik. Bütün analara qəlbimizlə bağlıyıq. Ancaq sən o qədər ana, siz cəmiyyətiniz adından təbrik edirik. Və bu dünya yalan dünyadır. O haqq dünyada hər biriniz cənnətdə olan balalarınızla qovuşasınız. Orada gözəl günləriniz olacaq. Vallahi mən bir kitab üstündə işləyirəm, Düşüncələr adlı kitab. Orada bu dünya ilə o dünyanın müqayisəsini edirəm. Bəzən insanlar deyir ki, o dünyadan kim gəlir ki? Ancaq bir anlıq oturup düşünək. Peki bu dünyada bax, bitkilər çıxır, vaxtı gələndə dayanır. Meyvələrin vaxtı gələndə ağaçlar çiçək açır, bar verir, o meyvələri dərpir, sonra da vaxt edir. Ağaçlar yaz, yay, payız, qış, hər bir fəslin öz yolu, öz rolu var. Gelirlər, bir də dönüş edirlər. Və biz də bir anlıq düşünək ki, bu dünyanı yaradan Allah bunları gelişli eləyibsə, demək bu insanlar da bu dünyaya gəldiyi kimi yenidən dönüş edir. Bir insan ana bətnində qaranlıq bir dünyadan işıqlı dünyaya göz açır. Ağ mələkəyə bürünür, ağlayarak dünyaya gəlir. Və bu dünyadan keçəndə də yenə də yuyulur, ağ mələkəyə bürünür, qara torpağa ağlayarak yol salır. Mən bunu demək istəyirəm ki, bu dünyanı yaradan Allah o biri dünyanı da yaradır. Və yenidən bu dünyaya baş
ruhlarımızla dönürük. Bu dünyada elə xoş əməllər edək ki, bir-birimizə o qədər dəstəyi olaq, bir-birimizə o qədər kömək edək, o qədər yaxşı işlər görək ki, yenidən bu dünyaya dönüşümüz xoş ruhlarla gəlsin. Xoş qədərlərdə, xoş amalla işlər görsün. Bir daha təşəkkür edirəm gəldiyiniz üçün. Allah bir anamıza rəhmət eləsin və Sənubər anamıza da Allah sağlam ömür bəxşələsin. Salam, hər kəs salamlayıram. Bugün Yüksəliş şeir layihəsinin 9-cu tədbiri başlayacaq və noyabrın 2-sindən etibarən Yüksəliş şeir layihəsinin tədbirlərinə başlamışıq və ara verərək, yəni həftədə bir dəfə, ya şənbə günü, ya bazar günü baxırda indi inşallah ki, ona baxırıq. Davam edir tədbir. Yüksəliş şeir layihəsi Azərbaycanın ərazi bütövlüyündə candan keçmiş şəhidlərimizin xatirəsinə həsr olunubdur. Bəzən suallar yaranır ki, niyə Yüksəliş şeir? Yüksəliş şeir layihəsi əslində tək şəhidin adına ibarət deyil. Yəni, bütün Azərbaycanın ərazi bütövlüyündə candan keçmiş şəhidlərimizin xatirəsini həsr olunmuşdur və Yüksəliş şeir layihəsi çərçivəsində bizim kitablarımız, jurnallarımız və evləri ziyarət etmək bölmələri var ki, onları da biz yaxın vaxt ərzində onları həyata keçirəcəyik. Və məqsəd odur ki, gənc nəslə bu layihəni çatdıra bilək və gəncləri könüllü olaraq bu layihəyə cəlb edək və sayımız günbəgün artsın və şəhidlərimizin xatirəsi əbədiləşsin və şəhidlərimizi dünyaya tanıdıq. Bu qədər. Təşəkkürlər. Sual verə bilərəm sizə. Yəni 100 nəfər şəhidə siz şeir bəstələmisiniz. Allah razı olsun. Bu nədən irəli gəlir? Bu barədə biraz açıqlama verərdiniz də. Buyurun. Əslində təsadüfi deyil. Çünki mən 2009-cu ildən başlamışam şəhid tədbirləri keçirməyə. Hələ onda 2-ci Qarabağ müharibəsi başlamamışdı və bu əslində mənim şəhidlərimizə olan bir vəfa borcumdur, təbii ki. Mən bu yola çıxanda, bu addım atanda, təbii ki, qarşımda çox insanlar dayandı etmə deyə, amma mən onların bütün tənqidlərinə baxmayaraq davam etdim və 2026-cı ildir, artıq 7 ilə yaxındır ki, mən bu yoldayam və istiqamətdə irəliləyirəm və təbii ki, hər bir gəncin bu borcudur, yəni hər bir gənc bunu etməlidir, yəni tək mən yox və digərləri də etməlidir. Ona görə də yəni, mən əslində bir gənclərə mesaj ötürürəm ki, bu mesaj hər kəs ediləsin. Yəni, sayımız çox olsun bu nöqteyi nəzərdən. Kitablar yazılıb, jurnallar çıxıb, müxtəlif vaxtlarda onları da biz şəhidlərimizin ailələrinə təqdim etmişik. Yəni, davam edirik və bizim işimiz haqq yoldur, haqq işidir və çalışırıq ki, şəhidlərimizin xatirəsi əbədiləşsin, onlar unudulmasın. Yəni, şəhidlər unudulanda ölür. Belə. Çox sağ olun, müsahibə verdiniz. Allah köməyiniz olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirəm. Administrasiyasında oluyor.